blockage in this beef. Salam herkese, sabahınız xeyir. Of, gözlərimin altı hələ də şişdi. Tam oyanamamışam. Bizə deyirəm yanımda işim yoxdur, hələ ki yoxdur. Amil bəy, sahib rəyət, Vagif yəni. Gedirik Gəncəyə, Şəmkirə. Şəmkirə nəyə gedirik? Əsgər yanına gedirik. Kimin yanına gedirik? Krepşin yanına gedirik. Bütün sualınızı cavablandırdım elə bir ki. İndi nə ilə gedirik? O sürpriz. Onu gözləyin, baxarsınız, görəsiniz. İndi metroya gedirəm birinci. Ümumiyyətlə elə metroda özümü çəkməyə icazə verərlər. Görəcəyik. Çatım metroya tələsirəm. 8-də qatar çıxır saat 7:45. Həmişəki adəm dəyişdi. Metroya çatdım. Mən nərimə o da qalmam var. Zamanla bir dənə qəribə baxır əlimdəkinə. Elə bir avtomat tutmuşam əlimdə. Fake ol YouTube. Amir bəyə salam buradan. Gedim görüm uşaqlar gözləyir. AC ilə KFC-nin tam ortasında oturub gözləyirlər. Metroda da özümüzü çəkməyə icazə versələr super olar. Əgər YouTube-da metro hissəsini görməsəz, demək odur ki, qoymuyorlar. Belə. Salam abi. Zeynirsə ben de siz sevmem abi, biz özümüzü çəkək. Sizə vaqonun əvvəlinə yazın, yoxsa ortaya yazın? Vaqonun ortasına yazın tam. Yanımız boşdur hələ də, yoxsa? Boş olur. Çünki satış artıqdayım. Dayandı. Nə gözəl. Rahat da yəni. 5 saat. 5 saat satır. 5 saata satır, bəli. Kameraya bak ya. Yeyirəm sallanma. Yuxusuz qalmışam ki. Danışam. Danış da bura. Bilmem. İkinci qatarın çəbləri onu axtar. Başını yelləyir. Bir şey dediklər şey dayandı mənim şey. Heç kəs ala bilmir. Yəni heç kim ala bilmir. Biz ən axırıncıyıq ama. Buna necə gedi çəbləri onu axtar indi zaten. Hadi bura tapacaqsan tap. Bilet alır da. Hər halda da yəni. Kontur vurulmuş da orada. Neynir zaten? Bəli. Yaxşı. Burada. İfşa oldum. Abi niye tekniğini de onu bulurlamazsın? Bulurlamalıyım. Maraton bolu dedim. Zaten bunu dedim. Onları göstərəm mənə. Bəs də çəkdim. Beni al beni al. Evlendim, hoca üstüyüm, gel beni al. Artıq getdi qatar. Baxıram ki, qatarın qapısına Necə öyle Allah Allah. Dedim vay nenem vay. Sen seçim. Hamı sen maraqladı. Səni eşim görür. Sənə. Bir də zarafat deyilsən. Niye belə vəziyyətin var mı? Oturmalıyım mı? Zaten aldı da biletimizi belə bir partiyada tərrətdik. Bizim Nurru kakaş. Orada Amillə mənim sətimi görəydin. Dayı deyəndə ki, bu qatara minik yoxdur deyə. Baxdıq belə Amil çönürdü belə. Çox geri qaytara bilmirsən, pul zat da ala bilmirsən, çox gedə də bilmirsən. Yəni burdasan. Belə baxdıq. Amil ta başladı, mən də fake ol dayan Amil. Sağ olun. Getdik. Yox, elə demədi əslində. Dedi ki, prosta indidən gedin, götürün qapının ağzında durun. Ki birinci siz keçəsiniz. Yenə bəlkə adamlar olar. Adamlar olsa keçə bilməyə bilərsiniz. Niyə o sizdən qabaqçılar gedə bildimi? Onlar başqa yerə gediblər. Hara gedirlər? Onlar başqa yerə. Biletlər əldədir də. Bu niyə bilirlər? Gördün onu? Reski roman. Keçid eləyərəm də orada. Sağ olun. Vlog özümü. Ama şeydə konuş artık. Yəni soruşurlar sadəcə, icazə verirlər amma belə yəni icazəsiz bir şey yoxdur. Amma Polad Alemdar'da ona var. Hələ zəhmət olsun. Polad abi. Amma metropolitende icazə yoxdur şey video çəkilişə. Səni keçəndə düzdür, səliqəli şəkildə, yəni qəşəng şey elədilər. Həminki yerə gedəcək. Gəncə qatarı ancaq oradan gedir də, başqa yerdən gedir. Getmiş, çox getmiş. Mən minəm bu modunu dəyişdim. Həmin o gibi. Dəyişdi. Bu indi yaxşıdır elə bil, hə? Mən də səliqəli. Aynen. Təəssüratların nədir? Gedək bir dənə qatara minək. Yaxşı, biz növbədən keçək, növbənin qeydiyyatdan keçək. Qeydiyyatdan keçəndən sonra da video davam edərik. Böyük ehtimal burada deyəcək. Xahiş edirəm, kamera söndür.
Bizə söndürük. Mən keçdim. İndi uşaqlar da gəlsin. Amil bəy. Neyse, qardaş heç birimizə bileti vermədi. Dedi, bəylərə verəcəm, Vaqifə verib. Məndə də Bir dənə tək bax. Ver müəllim baxsın siz. Vaqonumuzu tanımırıq. 5-ci vaqon. bağlanır. Terminal bağlanır da qeydiyyata yox. Bəli, biletdə baxıb taparıq, problem yoxdur. Yerlərimizi tapmağa çalışırıq. Vaqif, elə bildim, yaxşı kəsin qıqışdayız. Yer 46. Okey, 1. O birisinə bax. Kimdir bu? Burada. Vaqif, buyur. Mənim üçün də var. Adam da elə. Deyən bunu çıxardım, sıfatımızı tutsun. Bu AI üz izləmədir. Mən izləyim. Rahat da yerin. Özü bir təqdim elədə bilsən, heç kim görmürdü. Cyberx adıyla tanınan Cyberx adıyla tanınan Vaqif Bayramlı. 33 yaşım var. Mən tanıyırlar da özüm deyirsən. Hardan bilə bilərəm ki, açarı cümlə yadımdadır. Bir sözlə üçün danışam deyəm. Deməli, dünənləri hoşum biz hamımız tez yatacaqdıq güya. Amil tez yatdı. İndi birlik yatmır da, yəni onu da bilmirdik. Amil dedi ki, mən bəlkə yeyib yatacağam. Yedi, amma yatmır. İndi səhər bir də görürəm Amil saat 6-dır. Yox, 7-dir məni yığır. 7-də məni yığır. Yazıbsan? Yazıb. Yaxşı. Deyir ki, mən çatmışam. Sən yuxudan duranda 7 idi. Girib mən mesajımı 7-də görmüsən. Hə, bu 7-nin yarısı çatmış. Mən 7-də görmüşəm. Yox, mən 6-dan oyanmışdım. Bir partiya oyanıb bir də yatmışam. Nəysə, Vaqifin məsələsini deyəcəydim. Hı? İnşallah görəcəyik Crafton. Görməsəydik, prosta Gəncə Bakı vlogu yazarım. Nə yazırsan ki, əsgər bilədi. Hə, əsgər görmə vlogu yazacağam. Pisi də o qaçdığımızda. Dedim sonra bizə söylüyor. Yox deyir, çox qaldı. Sıxıldı deyir. Görüm heç bir yolu yoxdur. Sizdən qabaqdakı da qalıb amma. Amma bizdən qabaqki keçdi. Ehtiyatlı olun. Yoxsa çox gec keçdi. Kapılar bağlanır. Gec keçdi. Geç keçdi. Niyə? Çox gec. Be 5 careful. dəqiqədə onu The doors are closing. The next station Ben is burada- Biləcəyi. O keçən səfər Gəncəyə gedəndə gəldim, bax 5 dəqiqə qalmış çatdım bura. 5 dəqiqə qalmış. Məni keçirtdilər. Saat 8-də oturmuşam, 5 dəqiqə sonra çıxdı. 08:05-də o 5 dəqiqə. 5 sağlığın. Həmin ona görə təəssüfləndim. Bakı Ağstafa sürət sərnişin qatarına xoş gəlmisiniz. Sizə uğurlu yol arzulayırıq ki, vaqonlarda 3-lə gedirik, 3-lə. spirtli içkilər qəbul edilir. Sürət qatarında olsa 6 ilə gedirik. Qəti qadağandır. Keep it clean. Uşaqlar, deməli bilet aldıq. Bileti aldıq, mən aldım. Standart plus biletini almışam. O birisi bilet gec çıxırdı deyə. Standart plus biletini alırdım və bunlara da uşaqlara da bəhbəhlə danışım ki, standart plusda bizə çay, kofe, bizi batiskaza, kruasan, hər şey veriləcək. İndi nəsə söhbətimi ora gətirirdim ki, səhər Amil məndən tez çatıb. Mən evdən çıxmamışam. Vaqif yığdı mənə soruşdu ki, "Hatəm gəlirsənmi?" deyir. Mən bəs nəsə götürüm əlavə falan. Dedim, "Yox, heç nəyə ehtiyac yoxdur vəsiqədən başqa." Dedi, "Oldu bro, çox sağ ol." Filmdən yanında axırı səsini eşitdim. Nə deyir? Deyir ki, "Mən gedirəm avtovağzala." Deyirəm, "Avtovağzala yox, 20 yavara get çıxma, yəni vağzala get, dəmir yol vağzala." Deyir, "Avtovağzalda görəcək, onu da girəcək." Nəysə, ondan sonra da indi bunlar çatıblar. Mən çatmamışam bir dənə tək. Xoş gördük, çox sağ olun. Təşəkkürlər. Yaxşı, çox sağ olun, yaxşı olasınız. Təşəkkürlər, çox sağ olun. Nəysə, indi uşaqlar məni gözləyir. Nəysə, Sürət qatarı üçün yazmışlar ki, 80-120 arası gedəcək. İndi sürət deyil bu. tamam 60 ilə 70. Hədə 60, 70, 80 maks. Xeyr, 5 saat. Rovno. Ata. Məncə işdim. Uşaqlar məyusdur. Mən deyiləm. Kazım sənə az görmə səbəbimiz. İnşallah icazə verərlər, yəni imkan verərlər ki, Kazımın keçənli tutuzdurum. Niyə? Hələ indi tərpənmişik yəni. Mən valla 10 dəqiqə qalmış dedim çataram. Çatmadım. Biz orada gedəndə Vaqif, maksimal 1 saat 12 olsun birinci dostuma yığıcın. Onunla danışmışdım çünki. Alınsa o gəlib götürəcək, bizi Şəmkirə aparmaq. Yox, alınmasa da taksi ilə gedəcək, Boltla. Yəni taksi ilə getmə məcburiyyətində qalarsan. Konuş artık. Nə alaq yeməyə? Meyvə nə iş etməz yeməz. Hardan deyəndə Gəncədən alaq. Amma ən tezi Crafton üçün Gəncədən alaq, olmasa Şəmkirin özündə alarıq. Şəmkirdə nə var bilirsən? Bir iki yer tanıyıram. Hə, başqa yer. Saçın qalanına gedəcəyik amma. Gəncədən alıb gedərsən. Hayır değil. Yenə deyirəm, orada yarım saatlıq maksimum yol var Gəncədən ora. Fast food doludur. Crafton olmaz. Çıxırsır. Zarafatsız edər. O da bilir, mən də bilirəm yəni. İcazə verməzlər. Bizim vaxtda verirdilər. İndi bilmirəm.
Bizə verirdi qardaş. Tırmanmayı düşünüyorum. Çıxmışam. Dönər mənər zat belə şeylər. Mən yemirdim dönər. Siz yaxşı bilərsiniz. Təbii ki biz yaxşı. Vay. Mən fast food düşünürdüm. Niyə fast food düşünürdüm? Dünən yayında olanda İbrahim Mangolu şey deyirdi. Fast food alarıq Hüseynə falan. Onu getdim bəlkə krapşina fast food alaq. İstəyirik. Biz ancaq hələ ki istəyirik. Bilmirik. Mən bilmirəm. Açığı mən bilmirəm. Bərdə zad elə bir şey eşitmişdim, amma Hüseyn bu dəfə Zəncəndə öyrənəcəm də inşallah. Həmişə zəng edir, tez tələsik şey barəsində danışırıq. Ona görə alınmır soruşmaq. Səncə fast food yaxşı olar? Bilməm, mən dedim fast food yaxşı olar. İsti yemək nəzərdə tutulur. Benim dolma düzeldi. Dolma, hə, məsələn. Var da, orada kafelər var da, restoranda, nə bilim, dolma bişirirlər. Okey onda yəni. Gedəndə ora baxar. Ay dolu deyilmi? Birazdan ye. Bize Qayıtmanda biz stajından standart plusumuz da çəkdi ya. Mənzərəyə bax, yaxın otur. Əslində yaxşı tərəfdə oturmuşuq, belə çəkiliş eləmək. Əslində mən bunu daha çox xoşlayıram. O birisi qatarda Allahın diz-dizə də qardaşım. Çünki bu gec gedir. Bu rahatlı gec gedirəm. ben bilseydim ki yarım saat gecikeceğim. Ben saat 7'den geldi yanmazdım parkta. Bilsəydim sən tez gələcəydin, mən də gec dalardım ki, sən də rahat yatasan. Birinci stansiyada Biləcəri, Koroğluda bu Koroğluya getmir. Koroğlu üz o yanda qaldı. Əslində keçirik oradan. Mən bilən keçməliyim. Deməli, ChatGPT-dən soruşmaq istəyirik ki, yolumuz uzundur, vaxtımızdır. 4 saata çatacaqdır maşın, 3 saatda maşın çatmır. Gərək o 160 ilə getsin bütün yolu. Nə onu deyirəm? 4 saata rahat çatacaqsın. Yəni də yoldan yola fərqi 110-luq yolda oturub bir maksimum 110-120 sürəcək. Abdan eləyəndə 140-a keçər məsəl üçün, sonra salar yenə də, amma yox, Şəmkirdə elə dağlıq yer deyil. Deməli, hə, ChatGPT. Biz 3 nəfərik, salam ChatGPT. Uzun yola çıxmışıq, qatarla gedirik. Bizim üçün amma heç bir oyun, sanat, kart falan götürməmişik də. Nə oynaya bilərik ki, vaxtımız getsin? Bax, yazıb biz 3 qatarı İndi mənim səsimi götür. Biz 3 qatarı salam, saşır, çar, sıqdır. Uzun yolu bitmişiz. Uzun yola bitmişiz. Bir yenə yazıb onu. Ondan sonra deyir ki, qatar ilə gedirik. Bizim için ama heç bir oyun, sanat, kart falan. Qardaş ise yaz da dediyim söz. Türkçə dinəməzə Türkçə dinə. Biz sizlə oyun oynayaq. O dünən yenə yayımda uşaqlarla şey oynayırdıq. Tap görüm mən kiməm. Məsələn, mən kağıza yazıram, verirəm Amilə ki, məsəl üçün də indi telefona yazarım. Yazaram Jahreyin telefona və Amilə deyirəm, amma Amilin bundan xəbəri yoxdur Jahreyin olduğundan. Amil bizə suallar verə-verə tapmağa çalışır. Neçə saniyəyə tapır, onu hesablayırıq sadəcə. İndi Amil 3 dəqiqə tapdı, sonra mənə gəldi, mənə bir karakter düşdü, o karakteri 2 dəqiqə tapdım, mən qazanmış oluram. Ya da belə eləyə bilərik. Neçə dənə sual verdiyinə görə daha az sualla tapan adam vaxtsız qoyaq, daha az sualla tapan adam qalib olsun. Ya da belə eləyə bilərik. Mən və Amil yatmamışıq ki, biz yataq. Aynen. Zarafat yer. Tamam mı? O daha qəşəng oyundur əslində. Okay, onda bir dənə hərəniz bir dənə səndə bir dənə karakter yaz, bir şey yaz özündə. Xeyr, göstərməyəcək. Növbə ilə eləyək. Atama göre o cəzalı. Mən birinci başlayaram yəni. Yaxşı. Yox, amma hə elə olur. Şunu yeməyəm. Vaqif düşünür indi kimsə yaz. Amilə də göstər də day. Mən baxmıram. Mənə göstərmirsən də yəqin ki. Mənə heç vermə, qoy qalsın telefon səndə. Alnıma yapışdıramayacağam onu. Yerlidir, yerlilərdəndir. Kim məşhur adamdır, xaricidir. Filmlərdə çəkilib, özü çəkir, film çəkəndir. Yayıncıdır, müğənnidir, blogerdir. Necə məşhur birisidir. Nəyimə vaxtım vardı amma. Sən okey də oynayırsan heç. Şəmkirə gedən vaxt tapıb fikirləşib tapasan. Futbolçu deyil, idmanla məşğuldur. Peşəkar. Yazığın adam haqqında məşhursa da bilməlisən də, o da bu var. Peşəkar məşğul olmur yəni. Məşğul olduğunu düşünmürəm. Aha. Nə gülürsən ya? Azərbaycanlı da deyil dedim. Avropa, İspaniyalı, İngiltərə, şərqdəndir, qərbdəndir, Avropanın. Okey. Hansıda bir sitə hazırlayıb. Instagram, Facebook zətlərdəndir. Görünüşünə əlaqəli bir sual verə bilərsən. Sən ağlında və sən deyək. Qaradərilidir, Ağdərilidir. Yox, Şirek. Müğənnidir, DJ-dir. Allah'ım görüb. Prezidentdir. Pes edirəm. Okey. Hə.
Fiziksi olduğunu bilseydim daha değerdim de onlardan. Newton'un adladığını zaten altlarını seçerdim. Okey bilmem. Albert Einstein. Joker hakkı olsun. Okey onda en azından alim diyelim. Benden de olsun. Joker hakkı olsun. Sen amile. Tut. Yaz. Yazacağın adama bakır da. Mən bilərəm. Sən yaz birini. Birini yaz. Ben yazdım sen bilirsin. Həmən deyəcəm bilirəm yoxsa yox ona görə də uyğun gedərik. Sən kimi yazmaq istədin birincə yaz görüm mən. Hepsi okey. Bu tərəfə. Все. Tamam mən də gördüm. Söndür get. Buyur mikrofon. Kişidir. Qadın ölüb, yaşayır. 25 yaşdan cavandır, yoxsa futbolçudur, alimdir, Deyil. müğənnidir, yayıncıdır. Deyil. Çox məşhur biridir. Onu da soruşdum mən. Məşhur biridir. Məşhur biri. Öz ölkəsində məşhur biri, yoxsa ümumi dünyada Global. qlobalda. İdmançıdır. Bəli. İdmanla məşğul olur. Şəkər deyil. İndi yayıncı deyilsə, amma idmanla məşğul olursa, əslində Ayşospit deyəcəkdim, amma yayıncıdır da o. Yox. Yayıncı deyil, məşhurdur. İdmanla da məşğul olur. Dansçıdır, aşpazdır, proqram aparıcıdır. Jurnalistdir. Ola kimdir, nə peşə qaldı? Peşə var. Fəhlələri, aktyordur. Hə, qoca aktyordur. Qocadır. Qoca deyil. Xaricidir, Avropalıdır. Mənim 500-cü sualdayım deyəsən. Sən beşinə qədər də deyil. Hə. Johnny Depp Avropalı deyil. Yoxsa Avropalı idi. Kişidir də demişdik. Türkdür. Mən niyə belə deyirəm? Türkdür, dəli kimi. Tom Cruise, Jason Statham, Dwayne Johnson. Avropalı deyil. Belə çox uzatdım. Onca yeni davam edirəm, pes eləmirəm. Şaka. Pes edirəm. Harbi. Ay, Tanıyırız. Sevdiğim Biliyorum. Sevdiği aktör. sevdiyim aktör. Ölür onlar əsir. Tapabildim. Ben de tapabilmeyeceğim. Yaparsın. Oyuna başlamadan Belli değil. Yine bırak yanımda yaz gör. Amillə məsləhətləş gör, tanıyır, yazır. Yazırsan bunu. Göstərim. Sən baxcım kimdir? Son adam tanımıram ha haberiniz olsun. Ha, okey. Böyle bir göster. Suallarım tam. Günde yayın atırsa biz de ona bak. Sağ ol. Kadındı kişi. Meşhurdu. Evet çok məşhur. Haricidir. Azərbaycanın çox məşhur adamı. Niye Murat var? Vagif var. Ne için tanımırız? Yayımcıdır. Değil. Youtuber'dı. Değil. Artıq YouTuber'dır. Sən devam elə suallarımı ver. Başka sahaya geçeyim yoksa sual vermeyeyim mi? YouTube'dan gelir. Nədən istəyirsən? Həm də YouTuber'dır, elə deyil. İdmancıdır. Ha. Speed. Harun. Harun kimdir? Yerli demə də. Yerli deyil. Tamam da. Haricidir. Ha. 1450. Değil. Tuna Tavus. Değil. Mənim də ağlıma gələr. YouTuber. Türkiye'lidir. Değil. Avrupa. Bəli. İrlandiya. Xeyr. İspanya. Xeyr. Argentin. Değil. Portugalya. Düzdür, bəli. Ronaldo. Cristiano Ronaldo. Vay, Amilin başına orada diye bir koyacak. Vagif, sen Allah normal adamısın. Albert Einstein yok. Ben de tapım. Sana amil yaz. Yazsın. Ben aklıma çok gelmiyor. Sen yaz ne olsa bakacağım. Yazırım. Dedi Sen artık biraz hadi asan bir şey olsun ama tapa bileyim de. Yerli, harici. Yine planet yani. Siktir et. Yat planet lazım. İdmanla məşğuldur. Futbolçudur. Aktördür, müğənnidir, rəqqasdır, elm adamıdır. İnsandır, insan. Yəni it olan adam var, bilmirsən sən. Gedib özünü it deyirəm, at. Amerikada biri var gedib öz sifətini at sifət edir. Yayıncıdır. YouTube'da yayın eləyir, Twitch'də, Kikdə. Çox məşhur birisidir. Məşhurdur, özünə görə məşhurdur. Amerikalıdır, Avropadandır. Orasını belə bilirsən. Haral olduğunu məlumatınız var. Haraldır. Amerikalıdır. Sonda yayıncı adlarını deyəcəm. Kikdə eləyir yayını dediniz. Okey. Edin Ross. Türkdür. Sen bir şey İnden deyirəm, böyük ehtimal ağlına gəlməz. Amma ağlıma biz deyəndən sonra deyəcəksən ki, ayda. O dərəcədə yəni. İsmail Play. Amma Azərbaycanlıdır. Salam İsmail. İsmail də olmadı görəsən. Müzəffər dadı. Müzəffər necəsən? İsmail Play. Okay. XQC. Ailəlidir. Mən bilən yox, ailəli deyil. YouTube'u var. Var. Neçə nəfər takipçisi? Yaxşı. 1000 takipçisi var. Var. 10.000. Olar. Onlar da yox da. Olar. 100.000. 100.000-ə yaxın olar. Twitch'te de var hesabı. Olar. Eləyirdi yani. Ha, İngilis dilində eləyirdi yani. Yox. Çox sağ ol. Amma Türk deyil. Türk deyil. Rahreyn. Mən bilmirəm Rahreyn Türkiyəlidir yoxsa yox. Onu gördüm. Rahreyn. Mən bəlkə də izləməmişəm ya onu. Mən izləyirdim onu. Elə ona görə ayda eləyəcəm var. Məncə Pas. kanal sana. Ayıb. Golörlük. Ayda. Bu nə məyusdan mən. Eyf. Eyf. Sizə nə elətdim? Amilə adam fikirləşirdik. Davam edək. Yazdın? Mən deyim mi? De ki,
Deyəcəksən. İndi gedir səs. Xaricidir. Azərbaycanlı. Smile Play. Ne olduğunu belirttim. İbrahim. Yayımcıdır. Qlaviyyətdir. PS oyunları ilə məşğuldur. Baba Dərvişdir. YouTube kanalı var. TikTok'u var. Mütəmadi yayımcıdır. Kick'te eləyir yayımları. Animecidir. Qadındır kişi. Yaşı 25'dən yuxarıdır. Şahmardır. Deyil ya. Atəmdir. Çünki o Allah qalım o gəldi. Allah Quran olsun yəni. Bura göstərim. Gözüm düşür. Azərbaycanlıdır. Məşhur adamdır. Azərbaycanda məşhurdur. Baboş. Yayıncıdır mı? Yayınlar eləyir. Yayın eləyir. TikTokerdir. YouTuberdir mi? Video çəkir. Ümumiyyətlə. Nə ilə məşhurdur? Aktyordur. Qonaq kimi getmiş ola bilər. Dərindir amma Qonaq kimi dərsən. main olaraq aktyor deyil. Tamam, okey. Peşəsi o deyil yəni. Futbolçudur mu? Yox. Ayağına top dəyir. Dəyməz. Top dəyir, hə? Bu topu vurmur. Ah. Alimdir. Xarici filmlərə gedir. Qonaq. Yerli filmlərə gedir. Sən oradan çox getmə. Bilmirlər. Bilirsiniz. Yerli Buradan filmlərdən Qarabağa aid filmlərdir. Yoxlardan çox getmə bura. Yaxşı getmirəm filmlərdən. Okey. Biz hardayıq? Yox. Yox. Komikdir. Komik. Türkçə sual versən. Yox, komikdir deyirəm. Yəni yox. Əslində yox. Yəni oturum stand-up zad eləyən birisi deyil də, yəni. Podkastlar eləyir, iştirak eləyirmi? Yox, hələ şey. Nətər məşhurdur bu? Instagramı var, blogerdir. Yox. Ağzı yox. Yox, hər şey. Yəni wow eləyəcək birisidir. Tanıyıram. Qadındır, kişi. Yaşı azdır. 30-dan yuxarı var. Aparıcıdır. Azər. Zaur. Mimi var. Gəldim eləyər. O Mikaildir. Okey. Gəldim. INS-də olub. K-Pass yəni. Biraz da fikirləşim. Ay, pas. Adlarından yadıma gəlmir. Adları yadıma gəlmir. Kimmiş? Elgiz. Ay. Heç 0, 1, 2. Halal duş alarsın. Yəni mən zəifəm. Siz zəif bənsiniz. Çay. olar. Götürmədim. Benim onu. Şokolad. Sayla içməyə də olur. Var mıydı evdə? Unuttum. Dedim onu bunu sabah yeyəcəyik deyə. Çimdim yadımdan çıxdı. Bence heç silməzdi. Burada silməli. Vaqiflə videonu bir dənə keçidini eləyəcəm. Vaqif bir əlini uzat da. Belə bir sendviçlər aldıq uşaqlar. 2 dənə veçina, mən də veçina yeyirəm. Vaqif toyuqlu yeyir. Orada qəşəngdir, çox qəşəng görürsən. Aç artıq. Çay bir dənə vurmaq lazım. Hadi. Buradan qoy. O tərəfə. Ay. Ağsaqqallar olur yox. Ay. Belə qiymətlər də münasibətə, yəni bayaqlar baxdıq onsa göstərmişik. Şeydə görərsiniz. Növbəti videonun dala çəkərsiniz, bir də baxarsınız. Belədir. Vaqifi çək. Dadlıdır. Bizimki dadlıdır amma əminəm də veçsin altında toyuqludur. Yaxşı. Yanlış videonu yeməyimsiyim. Bu arada gülməyimizin səbəbi odur ki, bayaqdan da çəkirəm, danışıram. Sən demə çəkməmişəm, videonun kayda başlatmamışam. Heç sağlığım. Olan şeylərdir belə şeylər yəni. Bayaqdan elə biri çəkir altan, çəkmirmiş, ağzımdakını qutarıb. Söyləndi, çəkmirmiş, biz də yeyib qutardıq. Təzədən sifariş verdi onun üçün. İbrahim nətərsən? Bu arada Vaqif çox şey itirdi. Veçinalı daha dadlıdır. O birisinin dadına baxmamışam prosta. Ömrümdə ilk dəfədir sendviç yeyirəm. Bilmirəm kameraya düşürəm, böyük ehtimal düşmürəm. Pendiri dadlıdır. Bundan neçdən insan doyarsın? Vaqif nə qədər bu sendviçlərdən yeyərsən? İkincisini yesəm doyaram hər halda. Yəni sendviçin uşaqlar qutu bu qədər bir şeydir bax belə. Vaqifin əli boydadır. İçindəki o sendviçin özü də balaca bir şeydir. Mən dedim ki, mən bundan 3 dənəsini, yəni içində də 2 dənə olduğuna görə 6 dənəsini yeyərəm rahat. Nə partlamaram eləmərəm falan. Amil deyir 5 dənə yeyərəm. Vaqif deyir ki, Çünki benim midəm kiçicik. Vaqif dedi ki 10 dənəsini mən yeyərəm yəni. Toyuq yox, amma veçin ondan yaxşıdır. 100%. Yox, təşəkkürlər, çox sağ olun. Yorumunuz. Video yeni başlatmadan danışmağa başlamışım. Saat 12-nin yarısıdır, biz yolun yarısındayıq, Kürdəmirdəyik. Amma hələ bir dənə qara dərili adam görməmişik. Neysə, dedim heç nə xəbəriniz olsun da harda olduğumuzdan. Biz də oynayırıq. Görürsünüz, kiçik telefonla yüklü Frankenstein'i yeni film çıxıb Netflixdə. Oturub ona baxır. Nəyə baxırsın? Öz editlərinə baxır. Psikopat deyib uşaq. Amil. Papa nə deyir?
Papa nə deyir? Hə, səhər saat 5-də zata mən yatmışam. Papa durdu yuxudan. Deyir ki, nəstə gəlsən, biz 6-ın yarısında uzatın çıxacağam da. Hətta 6 işdən çıxmalı idi bir şey. Avtobusla çıxdım. Yolum biraz uzaqdı da. Neysə papa deyir ki, mən apararam səni, getsin. Dedim yaxşı. Yeni düşüyorsun. Başım 6-ya qalmış 10 dəqiqə 15 dəqiqə çıxdıq. Yolda qapqaranlıqdı. Deməli bir yoldan gedirik, stansiyaya tərəf gedirik də. Heç bir dənə tülkü çıxdı. Tasardan qalxır da. Papa belə dedi. Onu bu tülkü mən də baxıram. Sonra bir də gördüm maşın gedir də sonra. Papa da baxırmış. Karakteriz de Gedir deyib bağırıyor. Deyir amma sırf şirindir yayın deyir. Mən də baxırdım. o böyük kuyruğu olur böyle. Elini verir. Quluğa amma rəngli belə. Tülkü görüblər. Nə gülürsən? Nə görübsən? Tülkü mən də görmüşəm. Neyim? Sevin. Neyim? Sevin. Niyə sevin? Tülkünü maçlarda görmüşdüm. Bu qədər. Ben de derim dalışırdı. Bu qədər. Bu qədər də. Həqiqi bu qədər. Bu qədər yəni. Başqa heç. Ova getmişsin. Balık tutmaya getmişsin. Məcazi mənada yoxsa? Mezarını aradı balık tuturlar. Her şeyle bildiğinde Yox, heç bir getməmişəm. Tutmaq mənasızdır ya. o ne dedi mənası? Sakitləşmeye getmişsin de balık tutmaya getmişsin. Balıq niyə tutmur balıq? Tuta bilməyəndə əsəbləşmirsən. Mən pis olmaram. Mən ora yəni kafamı dağıtmağa gedirəm məsələn. Bildiyin nəfər. Mən onun üçün gedirəm. Sırf balıq tutum məqsədim o olmasın. İnsanlar insana dəyişir də. Balıq tutmasam pis olmuram deyəndə Mireyzlər bir dənə smoku səhv atıb özü cıran atır. Pəncərə smoku kim atamır hə? Default. Seçeneğe koymadın qalsın. Bir də smoke verək. Yox. Onu da yeyib. Onu da qoy. Kazımın atasıyla danışırdıq incəniz. Kazımın atası biz məlumat almaq üçün yəni danışırdıq. Cez qardaşından Cəlalla. Ucara çatırıq. Düşünməm nəfəs alacağım. Please don't forget to take your belongings when leaving the carriage. You are requested to inform the carriage guide if you find any inappropriate items without owner. Kazımın atası deyir ki, kaş bizə qabaqçadan deyərdiniz. Biz də gedib ən azından bir Kazımla danışanda öyrənərdik, görərdik. Görüş varmı ya yox? Onu deyirdi bir sözlə. Onu deyirdi, amma mən də deyirəm ki, bazar günüdür də bu günləri. Böyük ehtimal olar, olmamış olmaz. Olmazsa da ki, sivəz gişlidir qaş. Amil bəy bizim bu arada veterinarımızdır. Baytarımızdır. Biz de heyvanları. Veterandı, knişkası var. Veterandı. Onun birinci amili verəcək qabağa. Amil olmasa mən gedəcəm qabağa. Ondan sonra da buldozerimiz Vagif düşəcək ortaya. Vagif, ChatGPT nə yaz? Nə yazır ChatGPT? ChatGPT nə yazır? Yəni o sualı yazılı şəkildə yazır. Ya da səsli olaraq Türkçə istəyirsən. Biz 3 qatarıq falan filan. Gör başqa nə oyun yazıb gəlir. Bayaq Qatarla danışırdıq da ona görə. Qatarla danışırdım. Qatarla bağlı danışırdıq. Əlbəttə, qatar yolunda 3 nəfərlik heç bir əşya tələb etməyən, həm əyləncəli, həm də vaxt keçirən. Sonra nə? Bizim oynadığımız oyunu deyir. Başqa? Kimdir o deyir. 3 saniyə oyunu. Növbə ilə suallar verilir. Məsələn, 3 saniyəyə 3 dənə zombi olan oyun adı de. Hə, bu maraqlıdır. Mən sən hansı oyun deyəcəkdim? Sadəcə film adları deyək Maraqlı deyil. və onu tapaq. Göstərsin. İnsan filmi göstərsin səssiz. Filmin adına o. Səssiz sinema. Hə, elə gedib gələ eləyir. Nə var? Səncə biz Kazımla görüşə bilərik yoxsa yox? Boşuna gedirik Şəmkirə. Biz Şəmkirə boşuna gedib qayıdırıq hə. Boşuna getmirik. Görəcəyik ən azından Şəmkirə. Burada Şəmkirə niyə görüm də mən Bakıdaydım da. Bu belə də səslən keçən fikir verdim. Boğunoq gəlir. Amma əlində Açdı əlimdən bu məsafədə tutsan, hə, Başa düşdüm. Açıqdır ümumiyyətlə, hə, açıqdır. Sağ ayağım ağrı deyə oturmaqdan. yeri deyir. Biraz duzlanım burada. Bu videonu Hatəmə editləyəcək bu arada. Ona görə çox da gülmək olmayacaq. Aynen. Mən desəydim biraz gülmək ola bilər. Amma keçsək Kazımla görüşməsək, onsa editləmə ehtiyac qalmayacaq. Çox gülməli olacaq. Dem oldu. Dem olacaq. Orada geçtik. Ay, mənim üzümdən şu an. Nə oldu? Sivinlə öpüşdüm. Siz Sivinə nə deyirsiniz? Nə? Sivinə nə deyirsiniz Sivinə? Sivin kimdir? Uşaqlar, milçək bilirsiniz də nə? Biz Gəncədə yəni milçəyə Sivin deyirik. Siz nə deyirsiniz? Milçək deyirsiniz. İbrahim. İbrahim deyirsiniz. Biz İbrahim deyirik. Bu arada İbo ilə mırtdaşmayın da bəsdir o şeydə. Ayıb deyə həqiqət. Mən də demişdim mandarin alaq. Niyə mandarin almadıq biz?
Nəysə oyunun tamam. Yeni bir oyun. Səssiz sinema nə eləyək yoxsa o 3 saniyə söhbətini eləyək? Məncə də sinema nə. Yoxlayaq da o qəşəng maraqlı. Onda ki biz birinci səfər Amil başlasın. Düşmədi qatardan deyə. Film bilmirsən, nə hansı filmləri bilirsən? Yaxşı, belə deyil. Niyə sən Marvel filmlərini bilirsən məsəl üçün? Bilirəm, nə? Yox, Hörümçək Adam deyəcəksən, belə eləyəcəksən məsələn. Amma hansı hissəsini uje biz hissə olaraq deyəcəyik də. Sən bilirsən axı. Okey, okey. Oyun, səssiz sinema olmasın, oyun olsun, oyunlar olsun. Fərqi yoxdur. Şey baxımından deyil. 2D oyun olanda nə edəcək? Belə göstərəcəksən. 2D oyun deməyəcəyik. Məsələn, simulator oyun deyəcəyik, hekayə oyunu deyəcəyik. Zombi olacaq, belə eləyəsən. Deyirsən filmdən bir hissəli şey yox. Hissə o mənada yox. Filmin hissəsi. Spider-Man 3 dənədir məsəl üçün. Məsəl üçün. O mən necə ayıra bilərəm? Serini deyəcəksən. Nədən yəni? Sən izah edəcəksən, biz seçəcəyik məsələn. Biz mən deyəcəm dəyiş. Odur amma o başqası. Tamam düşdü. Mənə də göstər də. 2 sözdür. Xaric. King Box. Creed. Muhammed Ali. Rocky. Deşik. Oyundu. Filmdi. Filmdi. Yumru. O. Sigaret kutu. Okey. Bütün kurgu. Virüs sonu əlaqəlidir. Deşik var orada. Kvadrat içində O hərfi var. Squid Game. Sinmək. Başını yuyur. Nə ilə yuyur? Şampunla. Başqa nə ilə yuyur? Sabunla. Aha, sabun. O sabundur. Sabunu deşir. Sabunu deşir. Niyə deşir? Filmin adı sabunla əlaqəlidir. Döyüşlə bağlıdır. Rocky deyil. Mən nə bilim vallahi yəni Rocky Timir də orada orada. Hadi Amil yaparsın. Box. King Box. Robot. Filmin adı 2 sözdən ibarət. Sabunlu döyüş. Yağlı güləş. O deyil. Heç başını buraxım hamısını. Yox heç bir şey. Box. Box yoxsa kim box? Döyüş, başqa döyüş. Bu nə deməkdir? Bu yerli deməkdir. Sən bunu niyə eləyirsən? Qayıdım gerimi. Ctrl Z. Xarici, döyüş, karate, kung fu. Döyüş növünü deyim. Döyüş növlərini deyim. Göyük. Yuxarı. Döyüş. Başqa döyüş növünü istəyirsən deyim. Hə, tamam, döyüş var. İyi, ikinci sözü göstərsən. Birinci sözü mən birinci de. Sən birinci sözü mən. Döyüşmək. Döyüşmək deyil. Döyüş. Döyüş sözü birinci. Birinci söz döyüşdür. Deyil. Başqa versiyasıdır. Vuruşmaq, müharibə. Fight Club. Düzdür? Düzdür? Sabundan necə başa düşmədin ya? Allah sabunu baxmamışam tam Fight Club-a. Baxmışam. Azmaz baxmışam. Afişasını da yadımda deyil. Okay, good. Bir dəqiqə. Yox. Sən niyə baxdın? Nə? Xarici dildə bilgiləndirmək istəyirsən. Tamam, okey. Onda kim izah edir? Vaqif sən izah edirsən, mən çəkərəm sizə, Amilə izah eləyərsən. Sən dayandır, kaydı sonra təzədən başla. Mırtan. Əziz izləyicilər, burada kaydı dayandırdım və sonrasında kaydı başlatmağı unutduğum üçün oynadığımızın oyunun bir qismi çəkilişdə yoxdur. Buna görə indidən üzr sayın. Xoş izləmələr. Abunə olmağı da unutmayın ha. Öpürəm sizi. Oynayacağımız oyun, mən bir oyun adı deyəcəm. Oyunun adının son hərfi ilə başlayan başqa bir oyun adı deyəcək. Sonra Amilə keçəcək, Amilə deyəcək, mən deyəcəm. Hərəmizə 15 saniyə vaxtı var. Görüşərik. Red Dead Redemption. N hərfi. Naruto oyunu var da onun da. Onunla heç nə gəlmir ağlıma. Yaxşı fikir, sənin korku çıxdı həmin oyun. İki hissəsi də var. Qaçdım yəqin ki, 15 saniyə keçdi. Ağlıma o gəlmir bu. Overwatch. H. Hearts of Iron. Hearts of Iron. Iron. Yenə N hərfi. N hərfi düşdü yenə. Nənəmin təndiri anasını. Nənəmin. Sən saniyəyə bax. Ninja. Ninja Warriors-da. Ninja ama. Ninja yazdı. Çinlilərin şeyiydi. Bu anam bitir. Anomaly Engine. Titanfall. Lord of Rings. Sea of Thieves. Subnautica. Age of Empires. Subnautica Below Zero. Orbital XL. Belə bir oyun var zarafatsız. League of Legends. Surrounded. Dadaş. Baxın bir dəqiqə. Dead Side. Elden Ring. Guzguzdak. Katana Zero. Outlast 1. One Armored Robber. Outlast. Birdi də axı. Tamam sahip. R. Rematch. H. House Flipper. Resident Evil.
Last of Us. Değil Last of Us gibi. Hangi bastı? Mən deməli. Elə dedik. Blake. Roleplay oyunudur. Lake. İnanmırsan gir baxsın. Bir dakika Eynen bitti. Lake. E hərfi. Eynen ne var orada? Eynen bir şey var idi ki. Yani Ace of desem sayılmır da. O ad. Ben onu demişim. Çoktur. Bir iki üç dört. Eynen bir şey yanmır ama. Bence keçdi zannediyor. Gel bir ya ona bir şey. Maraqlıydı uşaqlar. Maraqlıydı. Evet maraqlıydı. Bayaq ki videonu çəkə bilmədik. Açıqlamaq lazımdır. Bayaqdan da o cürə qəşəng oyunlar oynayırdıq. Heç hansı da düşmədi. Hamısında ucuzdu diye zannediyor. Zarfat orada kim qalib gəldi? Sən 2 dənəsini bildin, Vaqif bir dənəsini bildin, birini bildin. Mənim bilmədiyim oldu. Yox, mən tapdım onu, yox, niyə? Elə mən birincini Fight Club-ı mən tapdım məsələn. Amma xatırlamıram neçə dənə idi prosta. Okay. Bu arada saat artıq 13:16-dır. 5 dəqiqəyə Gəncəyə çatırıq. Girişi göstərə bilməyəcəyik, amma 5 gün sonra Gəncədəyik və Krapşin yanına yola düşəcəyik. Şəmkirə. Veysəli kəndindədir. Bəli. Sən saymıram ki, təbii ki. Oğul bu nədir? Qoqo, bazarda çəkəcəm. İmamına qurban olum. Bu nədir çəksən? Əlindəki ver. Mən Gəncəliyəm bu arada. Ay, eşlim. Peki ara işte bu. Ya sən bir tanəsin. Tamam inşallah görüşərik Gəncədə. Gedirik artıq. Ayağınıza diqqət eləyin inşallah. Çatdıq. Gəncədəyik. Oy Vaqif. Qatar eldi Vaqif. Sağ olun. Təşəkkürlər. Çox sağ olun. Çox sağ olun. Görüşənədək. İnşallah çox sağ olun. Təşəkkürlər. Çox sağ olun. Gəncədə olmuyorsunuz eləmi? Olmuşam. Orada Telefonumu uğurlamışdılar. sənin. Yoxdur. Onca Gəncəldən də nifrət. Ben nifrət Əlinə edirəm. ver. Burası telefonumu uğurlamışdılar. Gözəl Gəncəm. Gəncəm havasının qadasını alıb. Çox qəşəng şəhərdir bu arada. Hava qəşəngdir. Gün adamı sindirir. Öyle olacaq. Yo bura daha sərin. Şəmkir soğuk olacaq. Elə mi deyirsən? Elə mi deyirsən? Məncə hə. Şəmkir daha soğuk olacaq. İndi vağzaldan bilmirəm, yəni Gəncə bazarına dəyəkmi yoxsa yox, ora gec olacaq. Bazara dəyəkmi yoxsa yox bilmirəm. Naləni dindirmirəm, lolayım onu fırsın. Buranın havası çox qəşəng. Ona görə deyil, təmizdir. Sən də Bakıda külək olmasa məsəl üçün, havası təmiz olar ki. Başa təmizdir ki. Ben mesela belə vaxt olur ki, çox təmiz havada rahat olmuyor. Ben öyrəşmişəm. Təmiz havada rahat deyilsən. Yo, ben mesela rayonda olanda, Laçında, ben burnumdan qanza da sızmışdım. Bəlkə elə təmizdir deyə açılıbdı. 10 gün dalbadal qan asılandan sonra mən həkimə apardılar ki. Şəhərdən 10 dəqiqəlik uzaqlıqdasan. Maşınla. Avtobusla da 15 dəqiqə. İnşallah durunsa bir kadrajı alıb. Gözünə töküm vurur. Təzə avtobuslar nətərdir sizcə? Gəncəbuz. Gəncəbuz. Uşaqlar, indi Astanovkadayıq. 6 ya da 1 nömrəli avtobusu gözləyirik. Gedirik Qlavniyə. Küçəli. Oradan bir dənə marketə girəcəyik, alış-veriş eləməyə. Ya Yeni Gəncəyə gedib oradan taksiyə minib gedəcəyik, ya da Qlavnda birbaşa taksini vurub elə gedəcəyik. Aslında Şəmkir budur burada yaxın. Elə Gəncənin içindədir demək olar ki. Nətərdir şəhər? Əla. Vaqif deyir ki, Naxçıvana oxşur bir su. Naxçıvan. Naxçıvanda olanlar bir dənə yazar da. Sən nə deyirsən? Sən haralısın? Bakılı. Bakı buraxdı bura. Bakı. Atır var yoxsa Gəncədə yaxşı. Bakı nə yaxşı? Mən üçün hər şey. Məsələn. Mənim fikrimcə, Küləyə. mənim fikrimcə Bakının iş yeri yaxşıdır bir dənə. Bura qalmaq üçün yaxşı. Nəysə avtobusa minmiş. Sakitçiliyə riayət eləyək gərək. Biliş xəzinədir binasının yanında hal-hazırda. Ne deməkdir? Şeydir də, Zafat başa düşmürsünüz qarqım nə olduğunu, nə demək olduğunu. Belediye. Bələdiyyə sarayı. Böyle gibi. Gördüm bir də. Buram çox qəşəng. Deyirəm bu hissə sırf düzənlikdə Yevlaxa oxşur, qəşəngdir. Yorumla da bir dənə nə olar Vaqifi. Bizə kəlməyin. Allah kömək olsun. Ne diyeyim? Nida qəzəl. Girək mola, Kakraz molda göstərmiş olarıq. Vaxtımız yoxdur da, oradan da bir dənə alaq. Böyükdür də market orada. Ona görə. Əsas mola gedək, mən Nərvana getmək istəyirəm. Bəli. Şaurma gördüm, tanış gəldi. Sağda. Sevdiyin deyilmi? Sən sevdiyin. Yox, sevdiyim deyil. Bu mesid çox qəşəngdir. Amma onu təzə qoyublar, əvvəl yox idi. O şəhərlərə görə qoyublar. Gedirik. İndi gedirik mola. Bəli, bu da mol. Oradan yox. Giriş irəlidədir. Oran ne giriş? Bəlkə də var girişi, amma mən heç vaxt oradan girməmişəm. Yəni.
İndi molda bir dənə kürək düşər mağazin. Salam edəcəm. Çox sağ olun. Yaxşı olasınız. Yaxşı olun tək. Xoş gəlin. Çox sağ olun. Yorulmayasınız. Vaqif iş oldu. Sumkanı yoxluyursunuz? Yoxladı, sumkanı yoxladı bu arada. O mənimlə salamlaşanda arxada durdu. Deyirdi, gördüm. Valla bu da mol. Üç müktiş. Kabran. Sen sefene giremezsin. Kuvvet. Sözlerle bağış da çıkarsın. Bana bunların olur. Desin olur. Çağır. Götüreyim mi? Koval. Koval var. Kartoşka verecek. Ha. Hadi bunlardan. 2 tane. 2 tane ondan verin. 2 tane de koval verer. Sen adamız. Kartoşka alın. Taş Vaqifin gəlişini çəkərdik. Çox yaxşı gəlir. Kəndən alırsın. Koval. Sizden. Boğaz şirindir de bildiniz. Türk olan yoktu. Şirin. 5 şirin yiyebiliyor. İnşallah bildiniz. Tanrı sağ olsun. Müşür. Çok sağ olun. Teşekkür Çok sağ ol. ederim. Yorulmayasın. Şöyle tak bir. Buralı seçişimiz bitti. Oldu yemek pişirmek var. Yemək pişirmək teması uzanacaq məncə. Olmasa fark Yəni yeməyə görə dəyişir də. Bəlkə fast food aldıq. Tuvalete ben de gireyim de ne? Kamerayla gidelim. Ha kamerayla gösterim de tuvalet. Gelin inşallah. Gəlmək bilməyən Hatəmi gözləyirik. Nə deyirsən bu barədə? Yəni Telefonum burdadır. heç nə deyə bilmərəm, şokdayam hal-hazırda. 5 saatdır ki, Hatəmi gözləyirik. Kazımın yanına gedə bilməyəcəyik. Bunları da aparırıq Bakıya. Yəni bura boş yerə gəldik. Hatəm həqiqətən tualetdə bəzi problemlər yaşadı. Sifonla bağlı nələrsə problemlər olur. Axır ki çıxdı, gəlir. Fırladıb çəkə bilmədim, ev yox. İki ev yoktu cidden can. Ağır can. Sizin ne? Ağzın heyri açla. Göremeyeceğiz değil. Cidden. Güclü olandı da bak. Amma qəlbim qırıldı. Uşaqlıqdan bəri sertifikatları bilmək istəyirəm. Burası canım biraz tez gidelim sokakta geçsin. Oh gedir indi krepşinin KFC'den. İçine bəhməz. İçine öyrəşmişəm özdə. Ekskalatorun 2 dənə ekskalator var. İkisini də ters yöndə qoyublar, yəni aşağı düşür. Mən deyirəm bunlar niyə mənə deyir, hara gedirsən? Yəni siz gedir indi krepşina KFC'dən twister almağa və qərar verdik ki, kebab gec olar və bizim də vaxtımız az olduğuna görə twister strip almağa gedirik. Toyuq götür, toyuq döşü. Uşaqlıqdan arzum odur ki, əsgərə gedim amma Kazım gəlsin. Hə. Telefonum var. Melon haş. Melon hı. Əmi dedin. Əmi dedin. Melon Hatəm, Melon hı. Yazarsan çıxar çıxmaz oyunlar, belə vloglar, oyunlar oynayırıq. Melon hı. Nədir? Çəkirəm. Əl elə. Videoyu beğenin kanalıma unutmayın. Videoyu beğenin kanalıma. Sağ ol. Melon Hatəm, Melon hı. Hə. Polat Alemdar. Dın. Bu sınav gözləsək, Kazım orada atmalı eləyəcək. Biz də burada quruyub eləyəcəyik. Neyse uşaqlar, aldıq. KFC-ni də aldıq. Bazarlığı da elədik. Sağ olun. Gedirik indi Şəmkirə. Uşaqlar düşürmü? Vaqif əsəbləşib. Amilən ağır amil daşıyır. Ənən ağırına. Dili qatdandır. Bəli, xan bağı, Cavad xan. Bura Sabir Kəsin girəcəyidir bu arada. Burada Filarmoniyadır. Günəş qəşəng vurur oradan. Fotosesiya həmişə. Neyse takside görüşərik inşallah. Sağ olun.
gəlmişik hoş görüşməyə. Çox gizlin. Yaxşı, zarafat bir qırağa, yəni görüş yox idi. Xahiş, minnət, çox sağ olsunlar. Amil bəy də hələ. Amil bəy də veteran olduğuna görə də hörmət elədilər, sağ olsunlar. Yəni görüş olmadığına görə icazə veriblər ki, 5 dəqiqə prosta baxın, qayıdın. Nətərsən, nə var? Dövüş al. Vlog çəksən? Yox, Yayındayıq. yayında. Yox, sən də vlog çək. Nə yayını? İstidi deyə. Aha. Qaçanmırsan ha, əsgər. Yox, qazanmır. Kilometr nə qazanmır? Otur da maşına. Uy, bu ne KFC? KFC ya, o kadar ya. Oha, Alpin Gol 4 manat diye. Bildik. Orada mısın? Tanışıq onunla. Sen de görüşmedin. Görüştün sen de. Yo, mən Görüşdün. görüşdüm. Əyləş. Otur. Ben her bir sen araya çağırdı ki. Həmin uşaqlar gəlir. Yok öyle dedik get. Davam et. Get. Başım bırak kim gelip. Deyir get sen tapacaksan kim gelip. Ha, Allah ne yapmış? Taksi ilə gəlmişik. Belə qatarla gəldik. YouTube-da baxarsan sonra. YouTube. Ne diyorsun? Komandasan? Komanda ya. Bakın söylüydü bu. Sən əskərliyi bizə gələndə danışarsan yayında. De görüm, naryaddan keçə bilirsənmi? Naryada bir defa çıktım söyledim. Yox, o naryadın tumbuskan demirəm. Turnik vura bilirsən? Ha vurum 12 ile 15'ten vurum. Malades. Ne kadar adam susar danışma. Sar danışmaz mı yoxsa mahnı oxumaqdan? O da var. O da düzdür. Mezuniyet söhbəti yoxdur. Mezuniyet bunu aktarandan sonra yayın ki götüreceğim. İxtisas kumbar atan. Sən də. Hı. Allah, atmısan? Hələ yox. Ağır ol eşmişəm, qaydası var da oğlum. 6 kilo 300 qram. Mən qaydan kimi otağı sökürəm başlayıb hocam. Sən həmin uşaqları bilirdin? Ha bilirəm. Sən əvvəl buranda Saçlar necədir? burada var, tüklərin var idi orada, yoxsa yox Burada idi? yox idi. Həbsə də yaxşıdır, Sonra- uzanacaq da. Ha? Mən bunun əvəzini necə çıxa bilərəm? Apara biləcəksən. Sağ-salamat gəl, narahat Əlləri olma olmayacaq. çıxarsın sonra. Onlar icazə verəcəklər. Şirniyyat Paylaşarsan saatı da belə gəl, Ha, şeylər. öyle. Orada əsgərlərlə ibnəyə qəşəng bölüşərsən. Mənə görə geyişiblər bu arada. Bir dənə qatar qaçmışam. Qatar geyişdi, sonra təzədən başqa qatara mindi. İstoriyadır. Maraqlı idi. Onu tez bazar bastı, qaqa. Bax 10 dəqiqə bir dənə üstü Qoymuyorlar onu, yana girdim. Bütün şeyləri yazıram, yaxşı anıları da. Gələndə hamısını paintlə başa salacağam. İnşallah. Davay. Hə, uşaqlar, nədir təəssüratlarınız? Necədir? Caption yanıb. Craption arıqlayıb ha bu arada. Craption arıqlayıb. Mənim birinci vloquma baxın, orada daha kökdür. Yəni də normal deyilsən də. Neçə Məncə kilo olardı? Məncə məndən 60 olardı. Məncə 60-62 ola bilərdi. Qarnı var idi prosta. Caption qüdrətə oxşamır. Oscara oxşuyur. Oscara oxşuyur bu arada. 10 min imza attım. Desənci? 10 min. Nəyini? Attım. Halal olsun. Sabir səsini görməmisiz. Gedən bir dənə sizə sabir səsini göstərim. Aşağı düşəm, ayıqlar qalxır. Mən eskalatora minmişəm və gedirəm. Mən də yerimdə gedirəm, belə gəldim. Düşübdür kameraya. Düşüb prosta tam düşməyib şey olasındadır. Bunlar Bizdə kamera bizdə olsaydı Hatem elə vəziyyətə düşməyəcəkdi də. Hatem Mən kamera qabağımı görəm. Ay nə yeyirsiniz onu deyim. Suddan yer. Basut yeyəcəyik. Okay. Big Mac. Amma birinci sabir hissəsinə gedək. Gedən bir dənə sabir hissəsinə baxın, görün. Saat 5 tamamdır, onu soruşdurdum. Abi bizim saat 7-yə kimi 2 saat vaxtımız var. 1 saat vaxt. Yəni 1 saat yemək yesə, yarım saat gəzə bilər. Tez yer. Vagir geciyir. Mən də biraz Vagir geciyir. Daşqalama Yadımdan. yerlə gedir. Sən nə Gecə- yadındadır? Mən də Instagram kanalına nə yazıb girirsiniz nəsə. Uşaqlar, həmişə yenə gəldik mola. Göstərim sizə də buradan belə mola. Gedib bir qismət çörək yeyəcəyik. Saat 7-yə qalmışdı, gedəcəyik Bağzala, oradan da Gəncəyə. metroya giririk. Gedir indi sabir hissəsinə. Uşaqlar sabir hissəsini göstərməyə gedirəm. Bir görək nəfərdir. Həmən görmüşəm də uşaqlar görmür. Uşaqların da görməsini istəyirəm. Şəkildə. Bir uşaq qışqırdı ki, bomba belə qışqırdı, maldı deyə. O hesab bütün uşaqlar saxladı, direktor, müəllim, müavin, direktor bilmirəm də. Müavin zət. İbo da oradaydı bu arada deyəsən, səhv eləməmsə. Türkiyədə. Yo, məktəb vaxtı Azərbaycanda. İbo ilə heyf ki, indi məktəbdə oxumuşam. Nəsə orada 1-2 saat uşaqları tutublar da, saxlamışdılar. Bu qədər. Görüşərik. Fıkra bitdi. Elə deyil, o fontan. O fontan. Yəni fontan tərzi bir şey qurublar. Nədir ki yəni? Elə belə. Elə belə də, yəni burada heç vaxt dəyişmir də. Yəni həmişə paltar düşanı, nə bilim, bura bank idi, bilmirəm nə. Nə? Nədir Gəncə ilə üz-üzə gəlməmisiniz? Və ikili Gəncədə qalsaq. Yola verin getsin. Olan şeydə qınamıram. Bizim uşaq biraz başdan xarabdır yəni. Çay evidir, zaddır və falan. Qəşəng çay evi var burada. Bir dənə odur. Orada da istəsə çay oturub içə bilərik. Big Mac-dan sonra çay gedər amma. Qatardakı çay yaxşı. Onun da dedin dadı yoxdur mənə. Şirinliyi tanıyır. Hamı bir-birini tanıyır. Elədir, elə idi.
fast food geri yeməyə, amma bilmirik hələ hansını fast food seçək. Hələ baxacağıq. Amil sesi uca Big Mac yeyirəm deyir. Hə, yox mən bilmirəm ya, öz adıma danışdım. Bu arada İbrahimin nəsə Sən bu uşaqdan nə istəyirsən? Bir dənə xahiş eləm, izləyicilərə aydınlıq verək də. İbrahimlə sənin aranda nə var? artıq heç nə yoxdur beylər. Artıq bitdi. Sənin İbrahimlə zarafatın yox elə. Artıq var. Gəncədən gələrsiniz. Burada papayası olmur. Nə Bakıdadır. Bakıda var ki papayası. Vaqif yenə də bildirir ki, yəni dünya görmüş bir. Gəncənin bu havasından ötürü darıxmışdım. Gəncənin nəyinə darıxırsan? Havasından ötürü. Saat 6'dır. Bizim də vağzala 15-20 dəqiqəlik maksimum yolumuz var. Ümid edirəm ki, gecikməyəcək. Xan bağına gedirik, bir etsəniz görüb çıxma. 5 dəqiqəlik yolumuz var Xan bağına. Amil olmayıbsa, yəni. Amilin içində göstərək Xan bağını. Evdən ən uzaq mənəm. Amil, hara fırrasan, ora tez çatsan da, geç çatsan da, yəni uzaq başı qatarı keçdirəcək. Amma yenə də gedib axşam çatacaq Bakıya. Ona görə Məndə taksi təqlidi var. yox, biz yenə də Bakıya gedib axşam çatacağıq. Onu demək istəyirəm. Gecə saat. Qatardan asılıyıq. Saat yarım gecə yıxıram. Tamam, okey. Yəni Saat yarım qayıtmağımızın vaxtı dəyişməyib, vaxtı dəyişməyib vaxtı. Gecən oradayam, mən. Bu boyda dözdün, indi başladın danışmağa. Allah danış, buyur mikrofonu da verin. Lazım deyil. Sən də təkrar. Uşaqlar, videonu bəyəndinizsə, bəyənmə butonuna basmağı, hər hansısa da bir fikriniz, sözünüz, ürək sözləriniz varsa da kommentə də yazmağı unutmasanız sevinərəm. Follow eləməyi də unutmayın. Bu qədər. Saat neçədir? Əzan oxundu abi. Allah qəbul etsin. Buranın adı Cıttan Parkı idi bu arada. Deyir Cıttan Park. Mənim vaxtımda daha da çox əyləncə mərkəzləri var idi. İndi azdır amma. Demək olar ki, yoxdur. Yəni belə maraqlı bir şey yox. Amma uşaqlar əylənir də ən az. Gecikirik, Lenin baba. Oxumaq. Oxumaq. Yenə də oxumaq. Gedək. Gəldim məşhur yerə. Cızıqları gətirmişəm qalmağına gözdirməyə. Gəl, qorxma. Lucy'dən də qorxasan belə olsa. Sıfata bak, Qatar. Qatar kimdir lan? Qatar. Qatar. Gecikməkdən ancaq Qatar. Qatarı da Qatar eşidir. Baba. Gəlir. Çukuru. Gələm də ya. Ne diyor oğlum maymun? Ne okudun ama cidden de? Fake ol. Ne tarih? Fake ol. Lenin baba. Ne bir dedi? Davaydan ne alırsan çıxar gedək də. Ama ben hiç ne almıyorum. Dedim ki de все bitti. Bu kadar. Söz gedək. Vlog da bitti. Ben de bittim. Ne yapalım koyum yerine bunları? Ne? Sen yoğurt götürmürsen. Yox. Tamam gidelim. Gedək də dayı. Gedək də, mən sən gözlə. Sen benim neyimi gözləyirsən? Şey var ya. Hello there. Okey. Səs də var, görüntü də var, çox qəşəng. Yadda olur. Gəlir. Mingəçevir Gəncə qatarına geç. Həmin Gəncəvirdən Gəncəyə gələr. Nəysə, uşaqlar, günümüz çox maraqlı keçdi. Günümüz başlayandan çox maraqlı və başımıza əhvalatlar, gəlməyən əhvalatlar qalmadı bir sözlə deyək. Mən qatara keçdim. Uşaqlar mənə görə sürət qatarında istifadə edəmədilər. Ondan sonra Amil sağ olsun Craption yanına bizi yola sala bildirdi. Sağ olsunlar, bizi buraxdılar. Craption'la görüşdük. Zaman da biləcək ki, həqiqətən hörmət görmək. Tanışlıqla buraxdılar bizi Amilin yanına, Craption'ın yanına. Amilin knişkasına da belə heç baxmadı, yəni. Fikirlərinizi deyin inşallah, mənim onsuz danışmamın mənasıdır. Siz nə Mavi düşünürsünüz? ışığı yanır. Buyurun, danışın. Niyə sonluğu edirik? Sonluq eləmirik ki, prosta fikrinizi deyin, nətər idi, nətər idi, sizcə maraqlıydımı, deyildiyimi, yorğundunuzmu, yorulmadınızmı? Bilmək edik, qayıdırıq.
Bu qədər basitləşdirmə də, işte gör nə qədər şey elədik. Xan bağını gördün, Sabir Səsini gördün. Gəncə gəzləsi yerdimi? Yəni çox az müddət olduq şəhərdə. Ola bilmədik demək olar ki. Gəldiyimizlə getdiyimiz bir oldu. Sadəcə mola girdik. Bizim özdə zaten buradan çəkirəm yəni. Bir dəqiqə ayaqlarımız düşmüş. Narahat olmayın. Məncə maraqlı idi mənim fikrimcə və fərqli bir Yolculuq. ay çox yolculuq. Yolculuq. Məncə də yəni. Sevdim mən yəni. Uşaq əclafdır da Allah. Denən də de. Sən razısanmı məsələn bak? Ne için bakayım? Sarıyıb. Şimdi dayıları Fikirli dayalarla gedib orada biri al həqiqətən başa düşmür. düşmürəm ha yəni orada nə baş verir. Sən dediyin o var ya. Sən nə üçün? Araba recamot yəni. Amma səncə də paranormal bir olay deyil. Elə bir dəqiqə oradan kimsə gələcək ya da Elə bir tərpənəcək. onu ruh ora qoyub gəlsin və onu orada buraxıb gedib. Ya da hal-hazırda 5 arabasını deyir burada bu. Əsas sualı verim sizə. Gəncədən gələnsiniz. Oo, qatar gəl. Vay vay vay. O bizim Katar değil. Mincə çevir Gəncə qatarıdır bu. Tez gəl, tez gəl. Bax biz sən kimlərlə minəcəyik? O içəridəki cəmaət bir minəndə biz də minəcəyik. Вам помочь? Вы куда? Hara gedirsiniz? Tamam bu deyil işte. Çok aydınlar. Amil həyatında siqaret çəkməyən adam hal-hazırda passiv çəkicidir siqaret. Əslində hə, yəni o eləyirsən deyə. Şeydə bu transition idi. Başqa sənə. Səhnə dəyişdi, qatardayıq artıq. Bax, bir dənə bir şey deyim. Biraz kikin editinə vaxt bitir. Nə vaxt bitir? Nə vaxt başlayır? Nə vaxt başlamamısan heç? Hələ başlamamışam. Videolar varmı? Kliplər varmı? Almamışam kliplər. Mənim klip məndə aldıqlarım var da. Yadında deyil, deyirdim. Tutarsan. Newtları da deyirəm. Ya tikdəkiləri almamışam hələ sənlərdə. Heç kimin kitini almamışam. Okey, onu bunu bir yerdə eləyək də. Eləyək bu arada. Yəni bir yerdə oturub eləyərik onları. Klipləri bir yerdə alaq. Ondan sonra da Əlbəttə. oturub. Amir, növbəti analizin nə vaxt gəlir? Hansı oyunu analiz eləməyi düşünürsən? Hələ ki yoxdur. Hələ ki yoxdur. Nəyə qarşı? Önümüzdə gələn bir oyun var da böyük ehtimal. Bir maraqlanmısan hansısa da bir oyun haqqında. Black Ops 7 məsələn çıxıb oynamağı düşünüb onu analiz eləməyi düşünürsən. Düşünmüşəm hələ ki işləyə bilməmişəm. Amma var da ağlında bəlkə elədin. Var idi. Eləməyəsən bu deməkdir. Məndən niyə bəs öz kanalımın editörlərini Soruşacağam da bir saniyədə, bir dəqiqədə növbə ilə sual verirəm. Sizin bir vloqunuz ağlınızda var mı? Hər ikinizə aiddir bu arada sual. Mən Vlog çəkmək falan YouTube-a. Mən vlog çəkmirəm. Okay. Sən növbəti hansı oyunun %% achievement eləməyi düşünürsən? Yoxsa ümumiyyətlə onu eləmək achievement eləyəcəyim oyun. şərəfsiz. 100% achievement eləyəcəyin oyun. Əclaf, buyur. Dedim, düzəltdim. Kəsməyəcəm burası. Hələ Subnauticanı bitirməmişəm. Oynayırsan ki? Oynayıram, amma offline olaraq oynayıram da. Streamdə off stream oynayıram. Amma belə ondan sonraki oyun hələ bilmirəm. Ağlımda çox oyun var. Keçək. Məncə bizim yanımız dolu olacaq. Xala kimi eləyin də. Siz sağ olun. Bura qoyun bunu. 3 nömrəli vaqon. Yerlər 2 vaqon. 19 nodur. Yerdə 29-dur. Okay. Okay. Nəysə uşaqlar, indi vaqona minək, vaqona minəndə davam eləyərik. Eləyə bilsək o da yəni. Sastav eynidir. Laf yaxşı. Başım gəldik. İndi minəcəyik. Siz keçin qabaqdan, mən arxada gəlirəm. Oy, nə qəşəng. İsti. Hava sərinləndi bu arada. Vaqif sən də bax da bir dənə gör nəsədir yerin. Buraya bura. Mavi işim bilendim kalbına kilitlendim mavi. Artıq qatardayıq. Vaqondayıq. Fıstığımızdır. Bak, südü də yanındadır. Burada cama çoxdur. Gəldiyimiz qədər rahat olamırıq. Amma əslində səssiz sinema bunlar oynasa oynayaram. Bunlar oynamasa ancaq mən səssiz göstərəcəm, bunlar tapacaq. Oynayarsan? Okey. Prosto oynayaram yani. İllegal. Ya sən bir tanesin. Seçmiş. Sağ olun görüşək. Ata. Ata. Nə deyir? Ne deyir? Kim ne deyir? Ata. Deyir hardasınız. Sən nə dedin? Biz buradayız. Davaz deyir hardasınız. Dedin qaydırır. Buradayız. Video nə əlaqə? Bir şey şəkilzat çəkir. Mən dedim ki dostum vlog çəkir. Ha, nə dedin? Bana ne amına? Təpəsinə daş düşsün. Dedi ki baxarım. Mən bilməm şəkil istəyirəm mən. Dedi hə etsin. Amma dedi bir iki dənə şəkil çəkərsən. Dedim hə yaxşı. Qatarda istəyir yoxsa belədə. başqa bir şey yəni. Ata. O hamilə kamera mikrofon uzadır, amma Amil utanır. Elə bir 3 ildir yayın edən bu deyil. Yəni tək eləyir də. Düzgə tüt eləyirik. Mən eləmişəm. Yuxun gəlirsə bu. Yuxu var, yoxsa səndə var yuxu? Eko var. Eko. Yatarsınız. Yatmayın, aç çəkəcəm. Yata biləcəm usta. Vaqifin qaşlarına baxın bir dənə. Diqqət eləyin o qaşlara ona. Qaşlara bax.
Nəysə uşaqlar. Ümid edirəm xoşunuza gəldi, bəyənirsiniz. Uşaqlaşmama bu arada düşəndə də çəkəcəyim. Vaqif Amil sizə məsələn sağ ol deyəcək. Hiss edəcəksiniz səs tembrində fərq bu arada. Bəli, hiss elə Amil. Hiss edəcəksiniz çünki çox yavaşdan danışırıq, məcburuq belə danışmağa. Hamı sakitcə durur və ancaq bizim səsimiz gələr. Möhkəm danışan kimi bizim səsimizi bilinir də, yəni. Amil ordasını zorla sıxıb saxlayıb. Amil videoda düşmür. O yer orada sıxılır mı? Allah'ım bilmirəm. Əla vlog olacaq. Uşaqlar, Vaqif yol boyu sumkasında bir dənə şey gizlədirdi. İstəyirəm Vaqif onu özü desin. Vaqif bu nədir? Sıxışırmış yaşıq. Nədir bu Vaqif? Ventilyator. Bəli, ventilyator. Asbijitel, ventilator. Teknoloji. Əşlədin nə? Varsa vagon bələdçisinə məlumat verməyiniz xahiş olunur. Tüt. Yarın Vaqifin laylayıdır. Əsl axsaq qalmalı da bu arada. Həqiqətən yəni. Ya zor da. Ana Vaqif yaxşı. Sox sumkanı. Mahnını söndürsə bəlkə oyanır. Bir söz. Əladır. Xaricidir. Biraz möhkəm danışam. Burun. Tokyo. Spider-Man. Clone. Joker. Dark Knight. Uzaq sahillər. Balaca uşaq. It. İndi Amil bəy. Sən Vaqifə göstər, Vaqif mənə göstərir. Mən baxmıram. Ator action. Bir söz. Yerlidirmi? Xaricimi? Xaricidir. Qolunu kəsir. Qolu kəsir. Pirat təmirdəndir qolu. Terminator. Qolu kəsir, düşür. Rəxit. Sonra təzədən doğulur. Əli birdən yenidən peyda olur. Və bildim nə filmi. Bildim. Deyim ona. Deadpool. Əla. Tamam. İndi isə Vaqif Amilə izah eləyəcək. Amil isə tapacaq. Amil mikrofon mən sənə verim. Bir kəlmə. Güzel Amil. James Bond. Matrix. Geçen zannet. Bir de göster. İki kəlmə. Xarici. Vaqif. Saqqal. Çirkli saqqal. Saqqalsız. Bığ. Xarici saqqal nedir? Saqqalsız. Genəlmə. Borz. O düşmür doğrudan. Ayaq. Gangster. Banda. Tuna tavus. Şaxta baba. Vaqifin əzələli versiyası. Kulturist. Tökülmüş Vaqif. Elə Vaqifin özü. Göbəkli. Bomboş. Baxmadığım film ola bilər. Düşür. Mortal Kombat'taki şey John 2. Ondan var bir. Biraz daha yaxşı izah edeyim bence. Heç nədən görmədim. Anlamadım. Heç nə. Ya bu qədər şey əgər anlamıramsa, böyük ehtimal izləməmişəm. Hə? Nasıl deyirsən? Ya izləməmişəmsə 100% deyil. 100%. Thunderbolts, nə? Big Five falan deyil. Nədir Thunderbolts? Sən buradasan, ora get. Biraz bura. DC, Biraz da düşür. Star Wars. Star Wars. Burada bilirsən yəni. Star Wars da belə yox, Star Wars oldu. Hələ də tava bilmirəm. Okey, necə biləyim. Baxmısan ki sən. Ya bir dənəsinə baxmışam, o da əsgərdən. O da yəni əsgərdən. En azından durum deyirəm burada. Telefonda əqqamı Səsin çıxmır. Amma bundan bir şeylər tutmağa çalışdım da tuta bilmədim. Bu daha yaxın bu arada. Sən de, mən izah edərəm. Mən sənə izah edeyim, sonra sən mənə izah et.
7 sözdür. 2 sözdür. Xarici. Vendetta. Papağı var. Maskası yoxdur, papağı var. Ağanati. Saqqal da yoxdur. 1, 2, 3, 4 filmi var. Fısıldamaq nə? 4 nəfərdilər, gəzirlər. Oo. Fantastik dörtlü. Papa kepkaları var. Bakası da papel. Orada soxdular axı. İnsafsız. Olsun, 4 nəfər deyil. Replik izləyə bilərəm, amma səssiz. Niyə də səssiz? No fucking fighting! Türk dizisidir. Hangover. Niye mi? Bəhkəndən göstərmə. Şeyləri dedi. Gülləri var başda. Peaky Blinders. O neydi? Jilet. Buradan Uzattı lezmanı. bu jilet olar. Çeşdi o şey. Doğrudan. Mən baxmadım da. Ne? Onun məqsədi Bir o. de 4 nəfərsən dedin. Mən onda çaşdım. 4 nəfərdir də. Amma siz 3 nəfərdilər. 3 desəydin anlayacağım. Replik bilsən nə idi? No fucking fighting. Mən baxmıram. Mən baxmıram yəni. Söz xarici deyil. Keçəldilər. Okey. Plaşı var. Plaşı var. Süper qəhrəmandır. Shazam. Göstərdiyin zet nədir? Yəni onun paltarıdır, geyimində var o. Flash. DC'dir, Marvel'dır. DC'dir. DC'dir. Okey. DC'dəki qəhrəmandır. Shazam deyil. O qara Dwayne Johnson oynayır, düzdür? Filmin adı sırf yadımda deyil. Amma bilirəm də qəhrəman. Yadıma salmağa çalışıram. O Black nə idi onun adı? Bilirəm, Black bir dəqiqədə. Black Shazam. Black Shazam. Niyə gülürsün? Black Spotify. Şazamlar. Filmindəki Shazamlar oynayır axı. Birinci söz Black. Okey. İkinci söz. Nədir? Sor. Black people, person, black person, black man, black woman. Azərbaycan dilində deyim. Azərbaycan dilində black adam. Adam. Aysa. Qəşəng cəhətdən bu. Təbrik edirəm ona. Halal olsun. Ona baxmışam, amma unutmuşdum həqiqətən. Mən baxmışam ona. Çox sağ ol Vagif. Halal olsun sənə. Shazam orada yadımda. Çünki o Shazam orada oynayır da. O işarə ancaq onlarda var idi. İzah eləyirsən ki, əgər qatarda səs-küy, necəsiz? 90 yox. Biz də deyirik 100% həmin. Yazıq. Biz gələndə də o oğlanla gəldik. O uşaq bilir, yəni görüb bizi tanıyır. Sən sağ ol, yazıq. Üç nə? Bakıdayıq ucu. Vso, gəldik. Əskəri də gördük. Əskəri siz də görərsiniz. Görüblər ucu gördülər. Gördünüz? Görmüsünüzsə də onda bir dənə like basın. Çox. Artıq Bakı. Səni çəkmirəm. Bakı dəmir yol bazarını çəkirdim. Amma indi səni çəkirəm. Sağ ol. Sağ ol. Maraqlı idi, qəşəng. Cəmaət də şənləndirdi orada. Nəysə uşaqlar. Sağ olun. Salamat qalın. Növbəti vloglarda görüşmək üzrə. Bye.